Məsələ nədən ibarətdir ki, artıq bizim siyasi şərhçilərimiz bildirdi ki, burada ölkələrin maraqları var. Həmin Minsk qrupunun üzvlərinə səs vermə və ümumiyyətlə həmin hesabatlarda araşdırıcı missiyalarda iştirak edən nümayəndələr öz ölkələrin diplomatik maraqlarını qoruydular. Və bu da reallığı əks etdirirdi ki, Azərbaycana Ermənistanla diplomatik arenada təkbətək iştirak etmirdi. Təəssüf olsun ki, biz burada görürük ki, Minsk qrupunun yanaşmasına əsasən Minsk qrupu da Azərbaycana qarşı birbaşa siyasi fikir bildirirdi. Heç bir hüquqi əsas olmadan məsələ bundan ibarət idi. Heç olmasa hər hansı bir dənə hüquqi sənəd olmalı idi ki, deyək ki, burada istifadə edilərdi. Nə Azərbaycan o vaxtda, nə bu günlərdə də, nə Ermənistan Respublikasının ərazisində yaşayan, nə dediyimiz kimi yaşayan əhaliyə qarşı heç bir təzyiq göstərməmişdi, heç bir silah istifadə. Ancaq buna baxmayaraq, hətta 23-cü ildə də, 20-ci ildə də Azərbaycanın mülki əhalisinə qarşı Gəncənin partladılması, Bərdənin partladılması, Tərtərin kaset bombalarını istifadə edildi. Bu da nəticə idi. Təəssüf olsun ki, Minsk qrupu heç 23-cü ildə də bununla bağlı heç bir rəy bildirmədi. Amma post-münaqişə dövründə öz fəaliyyətlərini bərpa etməyə çalışır. Bir dənə də məqamı bildirim. Yalnız burada söhbət getmir Minsk qrupdan. Mən uşaq hüquqları ilə bağlı bilirsiniz ki, BMT-nin təşkilatı var, UNICEF. Təəssüf olsun ki, öz qətnəmələrində, öz bəyanatlarında baxmır ki, vəfat edən uşaqlardan 22-sindən 21-i Azərbaycanlı idi. Orada sayı bildirmirdi. Həmişə bildirir ki, münaqişələrdən zərər çəkənlər. Burada da göstərilir ki, bəzi təşkilatlar, BMT-nin də ixtisaslaşmış bəzi təşkilatlarında da, ATƏT-in özündə də 23-də də, 20-ci ildə də ikili standartlar tətbiq edilirdi. Təəssüf olsun.